Siz futbolu bu qədər sevə bilərsinizmi? Təsəvvür edirsiniz, ömrünüzün 50 ilini futbola həsr edəsiniz. Boris Xetagurov, Neftçinin və keçmiş milli komandanın həkimi. Çox maraqlı hadisələrdən yazır və Banişevskidən, Neftçinin o vaxtki illərindən və onların arasında bir hadisə məni çox cəlb etdi. 67-ci il Senegala gediblər. Senegal indi maşallah Afrikanın ən güclü ölkələrindən biridir. O vaxtı yəni ki, zəif olub. Ola bilər Neftçi çox güclü olub. Və oyunların birində Tiyes şəhərində necə deyirlər, komandada 11 nəfər çatışmayıb. Zədəlilər çox olub və komandanın baş məşqçisi Əhməd Ələsgərov və komandanın həkimi Boris Xetagurov geyiniblər Neftçinin formasını, çıxıblar meydançaya. Hətta Moskvadan gələn jurnalist də yazmışdı ki, həkim futbolçuların sağlamlığına baxmalıdır və görəndə ki, onlar çox zədəlidir və Boris Xetagurov necə deyirlər, onların yerinə meydana çıxıb. Həmin oyunu Neftçi 6-2 hesabı ilə qalib gəlmişdi. Boris Xetagurov müdafiədə oynamışdı. İndi özü yazmır ki, hansı səhvlər edib müdafiədə, amma hər halda komanda qalib gəlibsə böyük hadisədir. Ümumiyyətlə, Boris Xetagurov kimi Azərbaycan futbolunun tarixini, keçmişini bilən ikinci şəxs yoxdur və onların hamısını belə maraqlı bir kitabda yazan. Ümid edək ki, başqa futbolçularımız da, məşqçilərimiz də nə vaxtsa öz avtobioqrafiyalarını maraqlı bir şəkildə cəmaata təqdim edəcəklər.